Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik, vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə arasına gətirilərək realiz olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir. Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kənd ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə arasına gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımcı tikiliyə baxış zamanı 52 kg 49 qram heroin, 328 qram marihuana, 2 kg 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon təbi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsir edici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olur. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə arasına gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib. Mən Qarayev Ağagül Talıbxanoğlu sərhəd zonasında yerləşən Yardımlı rayonun Mirimli kəndində yaşayıram. Qonşu ölkədə yaşayan bir neçə şəxsin vasitəsilə narkotik maddələri gətirib mənə verib və mən də narkotik vasitələrin lazımı olan yerlərə təhvil vermişəm. Törətdiyim əməldən peşmanam. Məqsədim tez varlanmaqdır, törətdiyim əməldən peşmanam. Heç kəsə də rəva bilmirəm. Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayon ərazisində həyata keçirilən digər əməliyyat zamanı sosial şəbəkələrdə müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə həmin şəxslərin hesablarına köçürüblər. Salam Rövşən qardaş, Başvad olanla Beyrəqanda Qaradağlı kəndində plakardın dibinə qoyduracağım. Oradan götür, apar. Mən dediyim adamlara çatdır, haqqınla kartı atacaqsan, vuracağım kartı var. Başva mən dolanla. Qardaş, Başvad olanım, narahat olma, haqqı kart atacağım, manatı attıracağım kartı orada. Baş İdarənin və Cənub bölgəsində regional şöbənin əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlləbad sakini Şamil Nuriyev Yasamal, Məhərrəm Fariqov Səbail, Seyran Musayev isə Biləsuvar rayonu ərazisində tutulub. Onlardan ümumilikdə 1 kiloqramdan artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 91 kiloqramdan artıq kola və kakos adlanan narkotik vasitə heroin və patı şüşə kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 500 ədəd metadon təbii qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qəti imkan tədbirləri seçilib. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təşkil edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyə qədər müsbət cavab verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyə edirik. Əks halda narkokuryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları Daxili İşlər Nazirliyinin istifadəsində olan ən son texnologiyalar vasitəsilə həyata keçirilən əməliyyat texniki tədbirlərlə müəyyən ediləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.